Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, bu videoda Action Yenisey'in yazdığı bu posta fikir bildirmək istəyirəm. Təbii ki, Action Yenisey'i özüm izləmirəm. Sadəcə dostlarımdan biri bu post haqqında fikir bildirməyimi xahiş elədi və digər postlarda olduğu kimi, yəni həddindən artıq savadsız, mənadan xali şəkildə yazılmış bir postdur. Və bütün cümlələrə burada şərh verməyəcəm, çünki bütün cümlələrə şərh vermək saatlarımızı ala bilər. O məşhur misaldakı kimidir. Dəlinin biri deyir, daş atdı, 70 nəfər onu çıxarda bilmir. Yəni burada da o qədər savadsız, o qədər dəyaz fikirlər var ki, yəni bunlar haqqında danışmaq uzun müddət alar və Action Yenisey'in yazdığı da ona dəymir. Amma bəzi nöqtələrə sadəcə vurğu edəcəm və sizə göstərəcəm ki, yəni insan nə danışdığını tamamilə bilmir. İlk cümləni oxuduqda biz bunu başa düşürük. Xristianlıq bir şərq dinidir, şərq mistisizmidir. Yəni burada xristianlığın din və mistisizm ideyalarının eyniləşdirilməsi var və bütün yazını oxuyan insan da görəcək ki, burada qəsd elədiyi odur ki, qərbə rasional, ağıllı Roma deməli ənənəsində, Yunan ənənəsində olan bir rasional qərbə şərqdən bir din gəlir və bu mistisizmdir və bu xristianlıqdır və qərbi deməli qaranlığa qərq edir və bu dindən və mistisizmdən qurtaranda, yəni ondan azad olanda qərb təzədən işıqlanır, maariflənir. Şərq isə bundan ümumiyyətlə qurtula bilməz. Və dediyim kimi, yəni din ideyasını, xristianlığın və dinin və mistisizmin eyniləşdirilməsi Action Yenisey'in nə danışdığından xəbərdar olmadığını göstərir. Mistisizmin təbii ki, bir çox mənaları var, amma o heç də yəni xristianlıq dini başdan ayağa mistisizmdən ibarət deyildir. Misallar verəndə istəyirəm həm xristianlıq, həm İslam dinindən də misallar verim. Çünki aydındır ki, Action Yenisey xristianlıq demək istəyir ki, burada İslamın adını tutmur, amma onu göstərmək istəyir ki, baxın, mən xristianlığı da tənqid edirəm, o da bir dindir, o da bir mistisizmdir, o da bir irrasionallıqdır və təbii ki, Azərbaycan üçün bunu İslamla da əlaqələndirir. Şərq ümumən, yəni şərqdə təbii ki, başqa dinlər də var, başqa mədəniyyətlər də var, amma Action Yenisey'in qayəsi məlumdur. Mistisizm dinlərin içində olan xüsusi bir cərayana deyilir. Əsasən də Allahla bir olmaq, Allahla bərabər olmaq, bəzi hallarda fiziki olaraq Allahla bir olmaq, fiziki olaraq Allahlaşmaq və bu ideyalara yaxın ideyalarda olan insanların düşüncəsinə, onların belə deyim, onların təcrübələrinə mistisizm deyilir. Xristian ənənəsində bir çox adam var. Misal üçün Meister Eckhart məşhurdur, Hildegard Bingen şəhərindən olan qadın. Bunlar məşhur xristian mistikləridir. İslam ənənəsində var İbn Arabi, Hallac Mənsur və digərləri. Bunlar da Cəlladdin Rumi. Bunlar da İslam mistikləridir. Amma heç bir halda din sadəcə mistisizmdən ibarət bir şey deyildir. Həm İslam dini, həm xristian dini, həm Yahudi dini, bunların rasional tərəfi də var. Yəni rasional teologiya adlanan bir hissəsi də var. O sahə ilə məşğul olan insanlar bir çox halda mistisizmi tamamilə rədd edirlər və ya müəyyən növ mistisizmi rədd edirlər. Yəni bu çox geniş bir mövzudur, ona görə tam mövzu haqqında danışmaq istəmirəm, amma dediyim kimi hər bir dində, xristianlıqda da, İslamda da, Yahudilikdə rasional bir tərəfi var. Xristianlıqda skolastik dövrün bir çox məşhur və teoloqları var. Bunlar arasında müqəddəs Avqustindir, çox məşhurdur. Thomas Aquinas, sonra Anselm var, William Occam'dan olan William var, Pierre Abelard var. Bu insanlar hamısı dinin rasional tərəfini öyrənən insanlardır. Digər tərəfdən dinlərdə hüquqi tərəf var. Misal üçün İslam dinində məşhur fiqhi məktəblər var. Onlar da hüquq məktəbləridir. Eyni şey xristianlıqda da var. Xristianlıqda deməli katoliklərin canon law deyilən bir hüquqları var.
Azərbaycanca tam qarşılığını bilmirəm. Onun ortodoks versiyası da var. Protestantların müəyyən qanunları var. Bayaq qeyd etmək yadımdan çıxdı. Bu rasional təbii ki, rasional cərəyan İslamda da var. Zaten ən məşhur İslami deməli cərəyanlar bunlar Mötəzilədir, Əşarilərdir, Maturidilərdir, Əsərilərdir. Bütün bu məşhur cərəyanların hamısının çox güclü, əsaslı rasional tərəfləri və əsasları vardır ki, mən əminəm ki, Akşin Yenisey o insanların kitablarını oxuyub onlardan bir şey anlamaq iqtidarında olmaz. Qısa olaraq, yəni yenə də təkrarlayım ki, bu dinin mistisizmlə eyniləşdirilməsi, yəni sadəcə Akşinin savadsızlığını göstərən bir amildir. İkinci cümləyə baxaq. Maarifçilik hərəkəti ilə Qərb xristianlığı adı altında mənimsədiyi bu şərq mistisizmini sorğuladı, ondan imtina etdi, İsa'nın özünü deyil, bu dəfə ruhunu zərərləşdirdi. Yəni buradan elə başa düşürük ki, maarifçilik dövrü xristian dinini, xristian mistisizmini aradan çıxartdı. Təbii ki, bu da tarixi olaraq tamamilə yanlış bir şeydir. Əgər burada din müəyyən qədər reforma uğradı, müəyyən dəyişikliklər oldu desəydi, bu daha doğru bir tarixi dəyərləndirmə olardı. Çünki biz bilirik ki, maarifçilik dövrünün ən böyük düşünürlərindən bəziləri xristian olub. Yəni belə deyim də, yəni inanan xristian olub. Bir çoxu ortodoks olmayan düşüncəli xristian olub. Bəziləri deist olub. Açıq aydın ateist olanların sayısı azdır. Yoxdur demirəm, amma azdır. Kimi misal gətirmək olar? Misal üçün sırf xristian olanlardan, misal üçün John Locke aydındır ki, natural rights, yəni təbii hüquqlar və onunla da liberal düşüncənin atalarından hesab olunur. Əslində qərb liberalizmi elə bir ki, iki sütun üzərində durub. Biri John Locke'un liberalizmi idi və John Locke da xristian idi və əslində insan hüquqları və o natural rights, təbii hüquqlar ideyasını ortaya atanda bunu Allahla bağlayır, bunu din ilə bağlayır. Digər sütunu isə Jeremy Bentham'ın yenidən əsrlər sonra ortalığa qoyduğu bu ifadə bəlkə də həddindən tam doğru deyil. Yəni Jeremy Bentham'ın o utilitarizm dediyimiz cərəyanı, yəni fəlsəfi düşüncəsi, sadəcə onu demək istəyirəm ki, onun kökləri təbii ki, özündən öncə var idi. Jeremy Bentham bir növ azacıq dəyişikliklə yeni bir utilitarizm düşüncəsini ortaya qoyur və o düşüncədə liberalizmin ikinci sütunudur. Bu necə baş verir? Bəzi hallarda bunlar bir-birinə tamamilə zid düşüncələrdir. Amma yəni bunu başqa bir videoda izah eləyərəm. Deməli, bu iki düşüncə, təbii ki, Bentham ateist olur, amma Locke misal üçün maarifçilik dövrünün ən böyük düşünərlərindən biri qatı xristian olur. Sonra Newton var, Leibniz var, Hugo Grotius var. Bunlar hamısı inanan xristianlardır və onu da demək lazımdır ki, mən sadəcə yəni belə deyim də dünyavi xristianları qeyd edirəm. Kilsəyə aid və maarifçilikdə rolu olan bir çox başqa xristianlar da var. Məsələn, William Paley'in adını çəkmək olar və s. Burada başqa bir önəmli nöqtə də maarifçilik ilə deməli əlaqəsi olan elmi inqilabdır. Biz elmi inqilaba baxsaq, biz görəcəyik ki, elmi inqilab da bir çox xristian aliminin adı ilə bağlıdır. Növbəti cümləyə baxaq. 5-16-cı əsrlər Qərbin şərqləşdiyi dövrdür. Bu 1036 illik dövr indi qaranlıq çağ deyirlər. Baxın, bu cümlədən öncə və bu cümlədən sonrakı hissələr, yəni Avropanın bir dönəm şərqləşməsi və qaranlıq içində olması, şərqin isə sonra əgər oxusaz görəcəksiniz ki, şərq isə ümumiyyətlə həmişə qaranlıqda olub, qaranlıqda qalmağa da məhkumdur. Bunlar təbii ki, tarixi və fəlsəfi cəhətdən yanlışdır. Amma burada
demək olar ki, yəni insanın bir qərəzi falan rol oynaya bilər. Amma bu cümlə var ki, 5-ci, 16-cı əsrlər indi, bax deyir, indi qaranlıq çağ deyirlər. Yəni bu onu göstərir ki, bu insanın müasir tarixçilikdən tamamilə xəbəri yoxdur. Yəni tamamilə xəbərsizdir. Bu insan bilmir ki, bu dövrə artıq heç kimsə, yəni demək olar ki, tarixçilər arasında, müasir tarixçilər arasında konsensus var. Bu dövrə artıq heç kim qaranlıq çağ demir. Bu deyir, indi qaranlıq çağ deyilir. Bu dövrə qaranlıq çağ deyilməsi 18 və 19-cu əsrdə qaldı. 20-ci əsrin əvvəllərində də təbii ki, bunlar deyilirdi, amma 20-ci əsrin ikinci hissəsindən sonra artıq tarixçiliyin genişlənməsi, həmin dövrün əslində nə qədər belə deyim də, nə qədər yeniliklər, ixtiralar, elmi inkişaf, mədəni inkişaf, sonra teoloji inkişaf, bunları hamı, yəni tarixçilər artıq araşdırmağa başladılar, ortaya qoymağa başladılar və bu qaranlıq çağ terminologiyasını artıq heç kimsə istifadə etmir. Qaranlıq çağ terminologiyasını ilk dəfə Petrarka gətirmişdi və Petrarka da təbii ki 14-cü əsrdə yaşamış, yəni Renesansın əvvəlində yaşamış bir insandır. O İtaliyada həmin dövr erkən Renesans dövrüdür və Petrarka və ondan sonraki dövrlərdə maarifçilik dövründə bir çox düşünər özündən öncəki dövrü belə alçaltmaq və bizim dövrümüz daha yaxşıdır adı ilə bu dövrə, yəni ondan Roma imperiyasının süqutundan çox böyük ehtimal ki, bu 5-ci əsrdən 476-cı il Roma imperiyasının süqutunu qəsd eləyir. 16-cı əsrin əvvəlləri də, əgər 1036 il üstünə gəlsəz, İtaliyada yüksək Renesans deyilən, yəni Leonardo da Vinci'nin, Michelangelo'nun, Rafael'in aşağı-yuxarı sağ olduqları dövrə düşür. Deməli və qəsd etdiyim odur ki, yəni o dövrün insanları Petrarka misal üçün ilk olaraq bu sözü istifadə edir və sonra da 18-ci, 19-cu əsrdə eyni ideyanı maarifçilik dövrünün bəzi deməli düşünərləri ələ alırlar və istifadə edirlər, amma müasir tarixçilər bunu istifadə etmirlər. Üstəlik də bir dənə də düzəliş burada etmək olar. Əslində, yəni bu terminologiyanı keçmişdə istifadə edən araşdırmaçıların və tarixçilərin əksəriyyəti 5-ci, 16-cı əsrləri qeyd etmirlər. Onlar 5-ci, 10-cu əsri qeyd edirlər. Çünki artıq 11-ci əsrdən dəyişikliklərin olduğunu da qeyd edirlər. Orada misal üçün elmi inkişaf Renesansdan öncə də olub və bunlar təbii ki, bir çox halda İslam deməli elminin qərbə köçməsi ilə baş verib. Təbii ki, əvvəlki tarixçilik, o dediyim o qaranlıq çağ adlandıran, o dövrü qaranlıq çağ adlandıran tarixçilər, onlar İslam aləminin sadəcə Yunanlardan götürüb Avropalıları ötürdüyünü qeyd edir və bu bizdə növbəti cümlədə qeyd olunub. Burada misal üçün deyir ki, qərb maarifçiləri metastaz verib qərbin beyin damarını tıxamış bu şərq mistisizminin şişini götürdülər və onu kəsib atdılar. Maarifçilik qərbi 1000 ildir içində gəzdiyi şərqi rədd etdi və sonra da bu fikir verin, şərq mistikini Yunan filosofu Roma mühəndisi ilə əvəzlədi. Bu fikir dediyim o həmin maarifçilik dövründə olan bəzi insanlara aiddir ki, təbii ki, Yunan fəlsəfəsi Avropaya müsəlmanlar vasitəsilə qayıdır və ideya oydu ki, müsəlmanlar sadəcə bunu elə ki, kitablarda saxlayıblar, heç bir pozitiv özlərinin töhfəsi olmayıb. Təbii ki, bu da tamamilə yanlış bir düşüncədir. Bugün heç bir kəs, heç bir tarixçi belə düşünmür. Yəni kimsə düşünə bilər, amma o da Akşin Yenisey səviyyəsində olan adamdır. Özünə hörmət eləyən, deməli, elm və fəlsəfə tarixçiləri bu cür düşünmürlər. Onlar təbii ki, İslam alimlərinin də bu Yunan fəlsəfəsinə verdiyi töhfə ilə bərabər Avropaya təsir etdiyini deyirlər. Sadəcə əvvəlki nöqtəyə bir dəfə də qayıtmaq istəyirəm. Yəni əksər tarixçilər belə bu qaranlıq çağ əvvəllər, qaranlıq çağ adlandırdığı dövrü 5-10-cu əsrlər qeyd edirdi. Çox nadirən 5, 16-cı, 15-ci əsrlər qeyd olunub. Amma hər bir halda, yəni bu da çox da önəmli deyil. Bugünkü tarixçilər 5-16-cı əsrləri deməli artıq qaranlıq çağ dövrü adlandırmırlar. Yəni bu tamamilə geridə qalmış köhnədə qalmış bir tarixçilikdir.
Bundan sonra da artıq deməli postun sonuna qədər yəni burada bütün bu söz yığını yerinə Akşin Yenisey deyə bilərdi ki, şərq sadəcə belə deyim də qaranlıqdır, qaranlıq olub, qaranlıqdır və qaranlıq qalacaq. Başqa heç bir çıxışı yoxdur. Bu da təbii ki, müasir tarixçilər bunu qəbul etmir, heç cür qəbul etmir. Bu faktiki olaraq yanlışdır. Çünki bizdə misal üçün şərqdə İslam 8-13-cü əsrləri İslamın qızıl çağı adlandırılır. Elmin, fəlsəfənin, mədəniyyətin, iqtisadiyyatın inanılmaz dərəcədə inkişaf etdiyi dövrdür. Sonra bizdə Çin var. Çinin misal üçün Song imperiyası, hətta ondan qabaq da və ondan sonra Ming və Qing imperiyaları dövründə həddindən artıq inkişaf etdiyini biz bilirik. Hindistan, Yaponiya, müasir dövrdə misal üçün tutalım ki, Çin və ya Yaponiya modernləşmədə heç də Avropa ölkələrindən geri qalmır. Ona görə faktiki olaraq bu yanlışdır. Faktiki olaraq yanlışdır. Yəni sadəcə fakt onu göstərir ki, bu səhvdir, bu düşüncə. Digər tərəfdən də bu sadəcə yəni müasir tarixçilərə bunu göstərsəz, bu determinist, irqçi və ideoloji zəmində yazılmış bir şeydir. Yəni bunun heç bir tarixi və fəlsəfi əsası yoxdur. Düşünürəm ki, Akşin Yeniseyyə sərf etdiyim bu qədər vaxt kifayətdir. İnsanın tarixdən və ümumən bu mövzulardan nə qədər bir xəbər olduğuna, yəni bəzi nöqtələrə baxaraq, yəni əmin ola bilirik.